xalq yaradıcılığı. Bulaq. Axşamınız xeyir olsun. Xoş gördük hamılıqca ağır yatıb yüngül duran ellərimiz, obalarımız. 7 ötdüdə yenə də qulluğunuzdayıq. Xoş gördük hər birinizi. Vaxtı bədəni uca bilib yol erkən gözləyənlərimiz. Dədə söz söhbətin öyüc eləyənlərimiz. Sinəsi dastan, ağzı xeyir dualı ağ bir şeylərimiz. Körpəsindən tutmuş ahılına qədər saza sözə bənd olanlarımız. Axşamınız xeyir olsun. Tanrının bəxş elədiyi, qismətimizə yazılı, sizlərlə qabaq qənşər qalmağımız bu sirri soraqlı axşamlara mərhaba. Mərhaba. İstəylilər, sirri soraqlı sözünü elə belə işlətmədik. Çilələr bir-birini əvəz eləyib xoşluqla çıxdı. İlim bu vədələri doğrudan da sirri soraqlı vaxtlardı. İndilər çərşənbələrin sırası içindəyik. Martın 4-ü od çərşənbəmizi qeyd elədik. Bir vərəq kimi qatlayıb atladıq. Diləkləriniz tutsun, arzu elədikləriniz başa varsın. Amin. Hər çərşənbə bir murazla gələr. Murazınıza çatanlardan olun. Su, od çərşənbələrimizi ötürdük. İndi torpaq, axırıncı yel çərşənbəmizi qarşılayasıyıq. Mübarək olsun. Yaz bayramımızın uğuru, sevinci çırpınır ürəklərimizdə. Düşərli olsun, düşəri böyük olsun. İlin günün bu əziz günləri dualarımız, alxışımız hasil olur. Tanrıya tez yetişən dualar, alxışlar elə düzlükdür. Düzün yanında olmaqdır, sözün düzüdür. Hər birinizi bəxtlə, yığvalla yarayanlardan olun. Söz var deyir, hər çərşənbə ilin bir fəsilinə işarədir. İlin bir fəsilinə uyğun gələr. Odur ki, bu əziz günləri xoş qarşılamaq da bir savab işdir, bir borcdur. Cəmi qarşıdakı yaşanacaq ilin bir göstəricisidir. Hər nəsə, sirdir, pir işidir. Odur ki, indiki axşamlar da bir qədər sirlə, sehirlə doludur. Açılacaq səhərlərə hamilədir. Türk, Türkçe konuşur. Tarixin dili Türkçedir. Tarixə hökm edən türklər. Türk törəsi dünyanın özü qədər qədim bir qövümdür. Dünyanın qurdu ilə, quşu ilə, bitili daşı ilə yaşıtdı. Bu yaşdaşdığı tarix elmi də sübutlayır. Akademik Mar yazırdı. Türklər dünyanın ən qədim xalqıdır. Bu qədim qövmü dünya öz yaşı qədər başına dolandırıb. Sözündə, sovunda dünyanın sirləri qalır. Bu sirlərə yetiklik dünyanın hər üzünü, hər bucağını görməkdə qolundan tutub. Tarix bir də ona görə tarixdir ki, unudulmasın. Kök, şəcərə sapmasın, burulmasın. O da var ki, tarix təkcə baş altına qoyulan öyünəcək yer də deyil. Tarix boynumuzda ağır yükdür, boyun borcumuzdur. Yolundan çıxdın mı, tarixin şilləsi ağır olur. Qırmancı bel qırır, gərdan sındırır. Nədir? Tarixdən ona görə çox danışırıq ki, öyüc eləyək, dərs götürək. Yoxsa ki, ha danış, lovğalam, tarix dərs yeridir. Keçdiyi keçidlər, yurt elədiyi yörələr, gördükləri görəcəkləri, ağlın gedib çatmadığı mistik düşüncələri, yaratdığı sözlərdə, nağıllarda, ən əsası dastanlarda tarixləşib, yatırımlaşıb. İlkin su, törəyiş, bozqurd, yaradılış, Oğuz Kağan, Alper Tonqa kimi dastanlar tarixin nadir inciləri, xəzinələridir.
Tariximizin ən özəl anlarını, sirlərini qoruyub saxlayan dastanlardan ən önəmlisi Ergenekon dastanıdır. Onu da deyək ki, Türk düşüncəsindən, yaşayış fəlsəfəsindən doğan dastanlar Avropada yaranan roman janrının yaranma tarixçəsini ən azı bir neçə min il qabaqlayır. Bu qabaqlamalar axsamayanda tarix olur. İnanmayın, aldanmayın ey Türk yiğitler. İnanmayın, aldanmayın ey Türk yiğitler. 40 asırlık tarihe sahip olan Türkler. 40 asırlık tarihe sahip olan Türkler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Yarattığı hər dastanda bu qövmün mücadiləsi, yaşayış törəni geniş əks olunur. Ətrafda yaşayan qövmlərlə aralarında toqquşmalar qaçılmaz olurdu. Hər dəfədə düşmən məğlub durumda özünə çəkilirdi. Bir gün qövmlərin biri ilə döyüşdə düşmən hiləyə əl atır. Nəsə qısası göy türklər məğlub olur. Hamısı qılıncdan keçirilir. Döyüşdən sağ qalan Xaqanın 2 oğlu Qayı, 9 Oğuz mühasirədən qurtulur. Arvadları ilə üzü yuxarılara, əl çatmazlara doğru qoyun sürüsünün arxasınca gedib Tanrının özünə də tanış olmayan 2 dağ arasına çatır. Tanrı dağları deyilən əl çatmazlığa. Mən başınız ağrıdım. Yenidən artır, çoxalır, sürüləri, naxırları sayılmaz həddə çatır. 400 il Ergenekon dedikləri 2 dağ arasında yaşayır. Otla, əncərlə dolanır, sürüləri artır, törüyür. Ergenekon ilkin yer, ilkin qonulan yurd anlamındadır. 400 ildən sonra burada yaşamaq mümkünsüzləşir. Darısqallıq son həddə çatır. Amma 4 tərəf sıldırımlarla örtülü olduğundan dünyaya çıxış tapılmır. Aralarındakı çox bilmiş bir dəmirçi qayalardan birinin dəmir sütun olduğunu aşkarlayır. Əhvalatdan hali olan uruq tədarik görür. Çoxlu odun yanacaq toplanır, ocaqlar qalanır, dəmir divar əridilir. Kiçicik bir cığır açılır. Amma hara, necə getmək bəlli olmur. Bu vaxt bir qurd peyda olur. Hamı anlayır ki, bu qurd Tanrı tərəfindən xilaskar kimi göndərilib. Qurdun arxasınca düşüb, darlıqdan çıxıb, öz əvvəlki yurt tutduqları, dövlət yatdıqları ötükənlərə qayıdırlar. Uca, göy Tanrının altında ötükənlərdə yeni dövlətlərini qurur, artır, çoxalır, dünyaya sahiblənir. Onu da deyək ki, Ergenekondan ötkənə çıxma yazın gecə-gündüz bərabərliyinə təsadüf eləyir. İndiki anlamda mart ayının 21-nə. Bugün bütün Türk törələrində bayram edilir. Dəmir döymə törəni ilə davamlanır. Dedik, bir də xatırladaq. Ötükən Türk törələrinin dövlət qurduqları yerlərin ilkin adları idi. İndi də Çinin nəzarətində qalan Uyğur Muxtar vilayətinin ərazisində Ötükən adlı şəhər qalır. Onu da deyək ki, Türk dil qrupunun sac ayağı dayaqlarından biri Karluk dil qrupudur. Karluk türkçəsi Cığatay və Qaraxan dillərinin tarixi etaplarıdır. Keçdiyi keçidlərdir. Qaraxani dönəmində Mahmud Kaşgarlı'nın Karluqçada Lüğəti-i Türk, Balasaqunlu'nun Qudatqı Bilik kimi nadir tarixi əsərləri meydana çıxıb. Yasaq olmuş. Tarixin keçilməz, bilinməz yolu, yolağası sıldırımlardan ehmal adlayan dəvə yolu kimidir, dəvə izi kimidir. Gərəkdir ki, asta həm də usta keçəsən. Nəysə. Tarix kələf kimidir, ay sağ olmuş. Bir var çözələyib açasan, bir də var qarışdırıb itəsən. Dedik ki, türkləri Ergenekondan dar bir cığırla bir bozqurd çıxartdı. Türklərin düşüncəsində bozqurd bir onqon kimi müxtəlif çalarlarda qutlu bilinir. Bozqurd dastanında, törəyiş dastanında qurdun adı uca tutulur.
bu çalarlar bir çox misallarımızda, ata sözlərimizdə, deyimlərimizdə mübarəklənir. Deyir, qurd üzü mübarəkdir. Qurdla rastlaşmaq xeyrədir. Bir misalda da deyilir, qurdun göydə uluyub, işi düz gətirən adam üçün deyilir. Səfərə çıxan qarşısına qurdun çıxmasını arzulayardı. Mifik anlayışa görə qurd göy hadisəsidir, yəni göydən enəndir. Bu yöndə çoxlu mistik söyləmələr var. Qurd qonşusunu yeməz. Bu misalın içini görün. Qurd qonşusunu yeməz. Qurd anarsan, qurd gələr. Bəzi bölgələrdəsə qurd anılan yerdə hazırdır deyərlər. Qurd yanında quş da doyar. Belə də deyirlər, qurd ilə quzu yeyib, qoyun ilə şivən qoparır. Qurdun adı Yavuz, arada tülkü var. Qurd doyduğu yeri 40 dəfə dolanır. Bu misalın davamı kimi deyərlər, çörək kəsilən yerə 40 gün salam verməlidir. Ay sağ olmuş, indi nə çox çörək tapdalayan, çörək basan. O da var ki, qurd bazara getməz. Qurd əniyi yenə qurd olur. Qoç Koroğlu bu misalı belə uvaddadır. Çaqqal əniyi qurd olmaz, yenə qurd oğlu qurd olur. Qurd deyər, qamçı boyda oğlan uşağından qorxaram. Dam dolusu qızdan qorxmaram. De də. Salur qazan evi yağmalananda rastına çıxan qurdu necə əzizləyir. Qaranqu axşam olanda günü doğan qurddan xəbər sorur. Deyir ki, Qarabaşım qurban olsun qurdum sana. Evini yağmalayanları soruşur. Ay sağ olmuş, yıxnaqlarımızda o ki var ki qurddan danışırıq. Yenə də sona çatmaq olmur. Görənə işdi. Bir bəlgə daşı üstə yazı. Yenə tarix danışır. Tengri tək tengridən bolmuş. Ben Türk Bilge Xaqan bu ötke oturdum. Bu yazı Bilge Xaqanın Költigin abidəsi üstə həkk elətdirdiyi yazıdandır. İndiki dilimizdə səslənməsi belədir. Mən Tanrı kimi göydən bolmuş, yəni emmiş Türk Bilge Xaqanla eyni zamanda yaşadım. Ay sağ olmuş, tarix dərin dəryalardır. Uca uluca göylərdir. Çəkdikcə çəkər, aparar. Nə ucu var, nə bucağı. Deyir çoxluq qorxudar. Dərinlik batırar. Uzaqlıq da aparar. Elə bizləri də qatıb qabağına apardıqca aparar. Bayatı bayatı. Dərdimizin alt qatı. Niyə demirsən içimizin, çölümüzün ovqatı? Elə dərdin, ağrının içimizdəki izidir, söz şəklində. Mən aşığam tən yeri. Yaxşı dolan tən yeri. Qürbət cənnət olsa da yaxşıdır vətən yeri. Bu at bazara gəldi, dərdə azara gəldi. Mənim eşqim, istəyim gözə, nazara gəldi. Əzizim, butam yoxdur. Qəribəm, atam yoxdur. Düşdüm qəm dəryasına, qolumdan tutan yoxdur. Əzizim qaranı yaz, ağı qoy qaranı yaz. Hər dəftərin başında mən bəxti qaranı yaz.
əldə qəlyan kimi gəz, çöldə tərlan kimi gəz, xəyalın mənlə olsun, özün yadlar kimi gəz. Ördək gölündə ağlar, ceyran çölündə ağlar, qərib dərdin götürər, gedər elində ağlar. Beləcə boyatı da ağrılıdır, təzəsi də. Üzünə dərd çəkilib, astarına dərd hopub. Bir fikir var, Allah xəyalım mənlə olsun, özün yadlar kimi gəz, iz azdırmadır. Bəd gözdən, bəd nəzərdən, yoxsa indikilər, nə deyim vallah. Görək bayaq dediyimiz bu sirri, sehirli sözü nə olan şeydir, nə mənədir? Sirri axşamlar nə vəd eləyir? Bu da bir açıqlama istəyir. Hər axşamın bir səhəri var. Hər düşən axşamlar açılacaq sabahlara bir sirdir həm də. Doğan səhərlərimiz, açılan sabahlarımız xeyirliyə açılsın istəylilər. Amin. Sir yükü xeyir yükü olsun, pir yükü olsun. İstəhlilər, indilərdə Novruzumuzla üz-üzə, baş-başayıq. Gələn yazımıza mərhaba. Vaxtın yeni dönəminə şükürlər. Yazdakı vaxtın vədənin təzələndiyidir daha çox. Həm də ki, şərq təqvimində yeni ilin başlanğıcıdır. Bu baxımdan boz ay özü yaza doğacaq sirdir, açılacaq sehirdir. Dünyanın özünün də bir qədər sirri, sehirli vaxtlarıdır dedik bu vədələr. Deyir çillələr keçdi, boz ayı atladı. Çərşənbələrimiz xeyirlə keçir. Cəmi 4 çərşənbədən sonra bayrama qədəm qoyular. İlkinlərdə Novruza bayram deyilərdi. Bayram yeli çardaqları yıxanda. Bayram yeli son çərşənbənin yetişdiyi gün əsərdi. Qışın qara qaraməti bu yellə süpürülüb aparılardı. Bundan sonra arzusunda olduğumuz yaz başlar. Yazdakı təbiətin oyanışıdır. Belə desək, başlanğıcıdır. Ta qədimdən insanoğlu gözü böyüməsin deyə uzun qışı 2 hissəyə bölüb. Böyük çilə, kiçik çilə. Bu bölgü həm də təbiətdəki gözə görünməz dəyişikliklərlə bağlıdır. Bir də var boz ay. İnsan istəyi, arzusu dünyada ən sürətli hərəkətdə olandır. Ay sağ olmuş, elm adamları belə hesab eləmir ki, dünyada ən sürətli hərəkət işığa aiddir, nə bilim səsə aiddir, bəs insan istəyi. Səidə xanım, bildim sözü nəyə gətirirsiniz. Elə mən də fikrinizə qoşulum. Vallahi insan istəyindən sürətli, tez gedən heç nə yoxdur. Elə işıq sürəti də, səs sürəti də, insan istəyinin sürəti də Tanrı ixtiyarındadır. Tanrı sürətidir. Bə nədir? Odur ki, yaza, bayrama tez çatmaq, bir göz qırpımında yetişmək insanın istəyi deyil, masa olmuş. Odur ki, boz ayı da parçalamaq, hissələrə ayırmaq bu arzudan doğandır. Hər çərşənbə bir çətinliyi arxada qoyur demişdik. Özün bilirsən də, bu vaxtın çətinliyi, zoru, lap qatı qışınkindən da betər olur. Əşi, ot alab, yeyim, içim, nə bilim daha nələr. Dörd çərşənbə də vaxtın özü kimi yaranıb. Həm də ki, təbiətdəki dəyişikliklərlə bağlı çərşənbə də elə biraz ağır gün sayılar. Var olmuş ellərimizdə, obalarımızda, bir çox bölgələrimizdə biraz çərşənbə axşamı günündən ehtiyatlanarlar.
Niyə? Səfərə çıxan, nə bilim, xeyir iş tutan çərşənbə gününün adlamasını vacib bilərdi. Hələ rəhmətlik nənələrimiz yüəti də çərşənbə axşamı günü eləməzdilər. Cavan comrula bugün heç üzbaş qıxdırmağı da məsləhət bilməzdilər. Odur ki, 4 çərşənbənin atlaması artıq yazdı deməkdir. Çətinlikdən qurtulmadı. Su, o, torpaq, yel, ab, atəş, haki, bad belə də deyilir. Xüsusən klassik şeirlərimizdə. İndi bu sıralamanı da dolaşdırıblar. Əvvəllər çox demişik, çox aydınlatmışıq. Ürfan, bilicilərimizdən misallar gətirmişik. Mövlana Ələsgərin ab-atəş, xakibaddan xəlq olundu kainat deməsi yetərlidir. Elə dinimizin kitabı da bu ardıcılığı demirmi? İnsanın yaranış, türeyiş ilkinliyin belə sıralamırmı? Tanrı ilk insanı palçıqdan yoğurdu. Ol dedi, nəfəs verdi. Elədir. Odur ki, bu ilin ilk çərşənbəsi, su çərşənbəsi fevral ayının 25-inə düşdü. Xoşluqla keçdi. Su aydınlıqdır deyiblər. Su dünyanın yaranışında başlanğıcdır. Qorqud atamız demiş, su Tanrı didarın görüb. Su Allahın üzündən axır. Odur ki, ilk nəfəs suya verilir. Qış yuxusundan ilk ayılan su olur. Dərin dəryalar dibindən isinməyə başlayır. Asaq olmuş. Kənd-kəsək yerlərimizdə buz bağlamış axar çayın üstünün buğlandığını çox görmüşük. Bəli. Eldə obada bu vaxtda sulara ixtiyar verildi deyilir. Çərşənbəmizi də ötürdük. Bu da o deməkdir ki, artıq havalar qismən də olsa istiləşir. Bu vaxtlar günəşin yerə mailliyi biraz azalır. O çərşənbəsi atladı mı, çöldə bayırda qalanan ocağın külü altda köz, sabaha kimi diri qalır. Yəni sönmür. Günəşlə, odla torpaq isinir. Necə deyərlər, dirilir, cana gəlir. Sonuncu yel çərşənbəsidir ki, təbiətdə nə var qara, qərəmə təmizlənir. Bu vaxtda deyərlər, yerə tam nəfəs verildi. Son yel çərşənbə də mart ayının 18-nə düşür. İlin son çərşənbəsi bəzi bölgələrimizdə ilin ayın axırıdır deyən bayram edilir. Bu bayram qardaş türk illərimizdə Noyruz, Navruz kimi adlarla qutlanır. Qaçırma. Bəs mifoloji gələnəklər nə deyir? Ailə, ev olma qədim türk qövmü arasında ən öndə olan gələnəklərdəndir. Möhkəm ailənin divarları polad kimi bərkimiş, evin eşiğin əsasında həmişə sədaqət, bir-birini anlama, eləcə də böyük sevgi durur. Təbii hal budur. Yeni qurulan hər ailə, divarları sevgi ilə hörlü ev-eşik, millətin sütunlarıdır. Hər bir kəs xalqın sıra nəfəridir, xalqın özüdür həm də. Bu sırada qadın birincidir. Dədəmiz Qorqudun bu kəlamı bir milli kodumuzdur. Millət qadından başlayır. Sözə bax sən Allah, sözün içi ilə get ki gedəsən, millət qadından başlayır. Bu deyim elə-belə söz gəlişi deyil ha. Dünyanı yorub yortmuş millətlər, xalqlar yalnız bu həqiqəti deyə bilər, dərk eləyə bilər. Hər xalq yox. Bu sözün bir təhər tövrü də budur ki, qadın necədirsə, millət özü də elə odur. Türk qövmü həmişə qadına yüksək önəm verib. Qız gəlini başının tacı, evinin yaraşığı bilib. Bəri gəl gil, başım bəxti, evim taxtı. Yürüyəndə sərvi boylum,
Qısası desək, bu qıza, qadına verilən ən ümdə qiymətdir. Hesabın götür. Elə dinimiz də qıza, qadına bunları deyir də. Həzrəti Peyğəmbərimiz bu düşüncədə idi ki, hər doğulan qız uşağı bədəlində böyük yaradan o evə dünyalarca nur göndərər. Uca Peyğəmbərimiz bütün qız uşaqlarının atası mənəm deyərdi. Düşüncəmizdə bir beşik kərtmə, göbək kəsdi deyilən bir anlayış da var. Bəzən eyni vaxtda oğlu və qızı doğulan iki dost əhd eləyər. Gələcəkdə övladlarının qovuşmasını, can bir, qəlb bir ailə olmasını dilə eləyərlər. Beşik kərtmə olunar. Yəni hər iki körpənin beşiyi başında iz qoyular, kərt edilər. Bu adətə göbək kəsdi də deyilir. Söz də var, filan qız, filan oğlanın göbək kəstisidir. Bu adət gələnək bütün dastanlarımızdan bir qızıl xət kimi keçir. Deyir, qalın Oğuz bəylərindən Baybörənin oğul, Baybicanın da qız arzuları vardı. Bəylər, bayanlar alxış dalınca alxış elədilər. Hər ikisinin arzusu Çin oldu. O zamanlar bəylərin alxışı alxış, qarğışı qarğış idi. Nə deyirlər, olurdu. Hər iki körpə beşik kətmə edildi. Nə başınızı ağrıdım, oğlan bamsı beyrək, qız bağını çiçək kimi böyüdü. Atsan yəsi oldu. Uzun sözün qısası. Bir gün gənclər bir-birinə tuş oldu. Bir-birini tanısalar da heç nə asan olmadı. Baxma ki, göbək kəsdi idilər. Kəsəsi budur ki, kəş tutdular, ox atdılar, nə bilim daha nə. Çətin əməl, görəcək nə vardısa elədilər. Çox da ki, göbək kəsdi idilər. Banu Çiçək onu məğlub eləyənə ərə gedəcəyinə söz vermişdi. Nəysə, qız məğlub olur. Yenə də arada el adəti basılmır. Bamsı beyrəyin böyüyü Dədə Qorqud elçi gəlməli olur. Banu Çiçəyin qardaşı vardı, Dəli Qarçar. Tanrının dəlisi idi. Bacısına elçi düşənləri öldürərdi. Kəsəsi türk düşüncəsində qadın qız alınmaz qala idi. Şərəf, namus işi idi. Odur ki, qız qaçırma millətimizin məişətinə sonradan sırınma idi. Heç yerdə, heç bir eposumuzda, nağılımızda bu olay yer almır, yansımır. İstəklilər, bəxtlə, yığvalla söyünün. Oğullar evləndirin, qızlar köçürün. Beləcə ayrılırıq. Bu dəfə də cəmi 7 günlüyə. Təki sağlıq, salamatlıq olsun. Hər birinizi o bir gözə görünməzə ismarlayırıq. O ki qaldı bulağın, bu dəfəki yığnağının söz soğunu yerbəyər eləyib. İpə sapa düzən, əriş arğacın tutan, bəmin bən zilin zil eləyən, o da Tahir Talıblıdır. Sözün tozun alıb təzə tər eləyənlər də biz olduq. Seydə xanım Fərhad, bir də Səməd bəy Yusif Canlı. Bərbəzəyin vuran, cana qana gətirənsə Gülşən xanım, Gülşən Səmədli oldu. Sağ olun, sağlıqla qalın. Azerbaycan Radyosu 105 FM